Qadınlarda testosteron hormonunun artmasının nəyə bağlı olmasından danışmaq istəyirəm. Bugün mövzumuz budur. İlk öncə mən Ayşən doktor, həkim endokrinoloqam və pasientlərdə hormonal pozuntularla məşğulam. Qadınlarda bir çox xəstəliklərdən kişi hormonunun konsentrasiyasının artması müşahidə olunur. Bu da özünü bir çox kliniki hallarla müşahidə etdirir. Əsas gördüyümüz pasientin arzu olunmaz tüklərinin yaranmasıdır. Kənaltı bölgədə, üzdə, bığ nahiyəsində, həmçinin kürək nahiyəsində, sinədə, budlarda, qarın nahiyəsində ciddi tüklənmə müşahidə olunan pasientləriniz az deyil. Bununla yanaşı, əgər pasientdə səpkilər, irinli səpkilərin olması, aybaşının pozulması, saçın kişi tipli tökülməsi müşahidə olunursa və pasientin ailəlidirsə, artıq sonsuzluq əlamətləri də varsa, bu artıq tamamilə hormonal problemin olduğuna dəlalət edir. Müayinə zamanı pasientdə böyrək üstü vəzi xəstəlikləri, yumurtalıqların şişləri, yumurtalıqların xəstəlikləri, polikisitoz yumurtalıqları sindromu, hipofiz xəstəlikləri aşkarlana bilər ki, və problemin aradan qaldırılması ilə pasientin nəinki hormon səviyyələri normallaşır, bunun nəticəsində də onun əsas əlamətləri olan tüklənmə, aybaşı pozuntuları və səpkilər öz normasına qayıtmağa başlayır. Ona görə də belə bir probleminiz varsa və bu hormonlarla bağlı olduğuna görə bu zaman ginekoloqlara yox, endokrinoloqlara müraciət etmək lazımdır. Hormonal səbəb aradan qaldırdıqdan sonra sizin bütün əlamətləriniz bir anda sağalacaqdır. Özünüzə yaxşı baxın. Suallarınızı şərhlərdə yazmağı unutmayın. Sağ olun.